Salam. Mən bugün MİQ üçün, MİQ ola bilər sertifikasiya üçün, sertifikasiya və MİQ üçün belə çətin və yaxud da orta tipli testin izahını vermək istəyirəm. Maraqlı bir testdir. Demək, burada triumvat üzvlərinin, yəqin ki, üzvlərinin deyir, hamısı Parfiyaya qarşı mübarizədə maraqlı idilər. Bu müharibədə Kras xüsusilə fərqlənirdi. Bu müharibədə xüsusilə müharibə Krassız cəlb edirdi. O Parfiyada şöhrət, çoxlu sərvət əldə edəcəyinə xəyalında idi. Eradan əvvəl 54-cü ildə Kras Mesopotamiya soxuldu. Yəqin bu yadınıza düşür. 6-cı sinif Azərbaycan tarixi materialıdır, Atropatenadakı. Və Kras lakin Karra yanında döyüşdü. Eradan əvvəl 53-cü ildə əvvəlcə oğlu, sonra isə özü. Bəli, o döyüş biz bildik hansı döyüşü deyir. 53-cü il Eradan əvvəl Roma Parfiya döyüşüdür, qarşılaşması. Təbii orada Kras məğlub oldu və öldürüldü. Yəni Kras öz məqsədinə çatmadı. Həmin döyüşü deyir bizə. İndi buradakı cavablara baxaq. Təbii ki, burada deyir 2000 nəfər Roma əskəri öldürüldü, 1000 nəfəri, 10.000 nəfəri isə əsir düşdü. Yəni Roma ağır məğlubiyyətə uğratıldı, Kras isə öldürüldü. Və burada deyir, yəni buradan alınan nəticəni indi yazır ki, Parfiya Romanı asılı hala salmışdı. Xeyr, bu mümkün deyil. Parfiya Romanı asılı hala salmayıb da. Roma imperatoru Krasın Parfiya və Atropateniya qoşunları tərəfindən öldürülmüşdü. Kras öldürüldü, düzdür. Amma axı o Roma imperatoru deyil idi, o adi sərkərdə idi. Düzdürmü? Yəni biz bunu da götürməyəcəyik. Bu olmaz. Və baxırıq C bəndinə Eradan əvvəl 1-ci əsrdə Roma sərkərləri nüfuzu. Bəli, bu var. Bəli, bizim cavabımıza oxşuyur da, hətta bəli, bu oxşuyur. İndi baxaq o birilərinə. Roma ordusunun işğalçı müharibələri tamamilə dayanmışdı. Xeyr, Roma ordusunun işğalçı müharibələri hər zaman olub. Yəni padşahlıq dövrü kitablarda yoxdur. Amma Respublika və İmperiya dövründə davam edib bu müharibələr. Roma Parfiya mübarizəsi başa çatdı. Xeyr, başa çatmadı. Biz 36-cı ildə də belə bir müharibə görəcəyik. Yəni bizim cavabımız C bəndi olacaq. Eradan əvvəl 1-ci əsrdə Romada sərkərdələrin nüfuzu artmışdı. Bəli, başqa sərkərdələr də vardı növbəti testlərdə.